Çantamı aşağı endirməyə kömək eləyə bilərsən deyərək iki yeniyetməyə qarşı soyğunçuluq eləyən şəxs saxlanılıb. Nizami və Xətai rayonları ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda zərər çəkənlərin pul vəsaiti və 2 ədəd mobil telefonunu açıq talama yolu ilə ələ keçirib. Nizami rayon polis idarəsi 25-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Vüsal Əzimov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Vüsal Əzimov dərsdən evə qayıdan 2 yetkinlik yaşına çatmayan şəxsə yaxınlaşaraq onlardan güya yaşadığı binanın 3-cü mərtəbəsində yerləşən mənzildən ağır çantanı aşağı endirməyə kömək etmələrini xahiş eləyib. Daha sonra zərər çəkmişlərlə birlikdə binaya daxil olan Əzimov onların mobil telefonlarını və pullarını götürərək hadisə yerindən uzaqlaşıb. Onun soyğunçuluq əməli təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əzimov barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.